Qiymətləri ilə bərabər Novruz yarmarkası turu başlasın. Səhər saatları getmişdim, bəlkə növbə gözləmədən nəsə ala bilərəm, tam əksi oldu. İzmir kumru 6 manat səska çörəyi idi. Keçən il mən manda yoxladığım üçün bu il almadım, amma dostum aldı. Porsiyaları balacaladıb, saya çoxaldıblar, qiyməti 9 manat. Xəmir, içində ət, biraz qızardılmış xəngəl dadı verir. Mahnı olduğu üçün mənim bütün diqqətim ondaydı, amma yarmarkanın ümumi ab-havasını bəyəndim, stendlər çox idi və insanlar da. Artıq şimdət yemənin zamanıdır, miso adlı tiramisu satan bir stendə yaxınlaşdıq. Qiymət 8 manat 50 qəpik idi, müxtəlif formaları var idi, qablaşdırması belə yığcam kompaktdır, xoşumuza gəldi. Biz Nutella olanını aldıq, dadı yaxşı idi, amma tiramisu yox, sadə bir adi şirinət dadı gəlirdi, yəni xüsusi hər hansı bir dad yox idi. Ondan sonra sürətli bir şəkildə bulvar tərəfə getdik, burada da yarmarka var, bildiyiniz kimi məncə girmək belə mümkün deyildi, insanların əlinə oraya heç ümumiyyətlə baxmadıq belə. Axşam oldu, yarmarkaya geri qayıtdıq, bu ilin trendi olan tiftik yoxladıq, 8 manat idi qiyməti və dadını da bəyəndik, dadlı idi.